Bismillahirrahmanirrahim. Elhamdülillahi Rabbil alemin. Kardeşler, size yeni bir möcüze göstereceğim. 6236 ayəsi var Kur'an-ı Kerim'in. Görürsünüz de 6236. Bunu bu cürdə yazmaq olar, bu cürdə yazmaq olar. Yine 6, 2, 3, 6. Və nöqtə həm buna, həm də bu birisinə aiddir. Yəni minlikdə nöqtə olur axı. Şimdi burada bir möcüzə tapdım. Nə möcüzədir? 6236'nı alt-alta yazanda və beləsinə çevirib baxanda nə görsənir? Fikir verin, B hərfinin nöqtəsi və B hərfi, mim hərfi, Allah kəlməsi. Fikir verin, ləmlər və Allah kəlməsi. Sin hərfi deyirsiniz ki, görsənmir də. Burada sin hərfi görsənmir. Xəttatlıqda sin hərfi görsənməz çox zaman. Məsələn, bismi kəlməsi yazılanda xəttatlar sin hərfini yazmazlar, elə bir dənə bəni yazarlar, mimə birləşdirərlər. Yəni, əslində xəttatlıqla burada Bismillah kəlməsi yazılıb. Yəni, diqqətlə baxırsınız, Bismillah görərsiniz. Deyərsiniz, bə niyə əlif yoxdur? Əlif oxunan hərf deyil, oxunan hərf B idi, sin idi, mim idi və Allah kəlməsinin ləmi və həsin. Fikir verin, yəni əslində gizli, mənim sözüm bu ki, gizli Bismillah yazılıb. 6236'na baxanda, alt üstə yazanda bu cür fikir verin.